Hər kəsə salam. Son vaxtlar telefonunuzda TikTok tətbiqini açmağa qorxursunuz. Mən qorxuram. Çünki hər dəfə o kəşf et dediyimiz For You bölməsinə daxil olanda sanki cəmiyyətimizin ən qaranlıq, ən ağrılı künclərinə səyahət edirəm. Mən orada biədəb hərəkətlər, əxlaqsız çıxışlar, mənasız sözlər və bizim mədəniyyətimizə tamamilə yad olan davranışlar görürəm. Və ən dəhşətlisi odur ki, bu videolar milyonlarla baxış yığır, minlərlə şərh alır. Bugün biz Azərbaycan TikTokunun aynasına baxacağıq. Amma məqsədimiz kimisə təhqir etmək, alçaltmaq və ya mühakimə etmək deyil. Məqsədimiz anlamaqdır. Bu insanlar necə oldu bu hala gəldi? Niyə bu davranışlar normal qəbul edilir və ən əsası biz valideynlər övladlarımızı bu dalğadan necə qorumalıyıq? Gəlin bu incə cizgini pozmadan dürüst bir söhbət edək. İlk öncə reallığı qəbul edək. İndiki Azərbaycan TikToku bir çox hallarda transgenderlərin, bəzi xanımların və yaşı çox olğun kişilərin etikadan kənar cəmiyyətin qəbul etmədiyi davranışların platformasına çevrilib. Biz orada homoseksuallığın təbliğatını, pozğun hərəkətləri, mənasız və səviyyəsiz şovları görürük. Amma sual yaranır. Niyə? Bu insanlar niyə bu yola əl atırlar? Məncə bunun bir neçə dərin səbəbi var. Birincisi, diqqət və dopamin asıllığıdır. Sosial media alqoritmləri elə qurulub ki, ən radikal, ən şok edici məzmun daha çox baxış yığır. Bu insanlar bəzən sadəcə diqqət mərkəzində olmaq, bəyənmə yığmaq üçün öz mənliyini, etik normaları qurban verirlər. Diqqət onlar üçün bir növ narkotika çevrilir. İkincisi, virtual maska və anonimlikdir. İnsanlar klaviatura arxasında da özlərini daha cəsur, daha sərbəst hiss edirlər. Real həyatda edə bilmədiklərini, deməyə cəsarət etmədikləri şeyləri virtual dünyada edirlər. Bu onlara müvəqqəti bir güc illüziyası verir. Üçüncüsü və bəlkə də ən kədərlisi dəyərlər boşluğudur. Müasir dünyada ənənəvi dəyərlər zəifləyir. Yerinə isə səthi, maddi və sürətli uğur anlayışları gəlir. Bu insanlar bəzən sadəcə özlərini ifadə etməyin, özlərini təsdiqləməyin başqa yolunu tapmırlar. Mən bu davranışları normal psixikalı insanların hərəkətləri kimi görmürəm. Bəli, bu sərt səslənə bilər, amma biz reallığı danışmalıyıq. Bu bir növ fəryaddır. Bu insanlar bəzən öz daxili boşluqlarını, travmalarını, tənhalıqlarını bu cür radikal şəkildə nümayiş etdirirlər. Onlar bəlkə də fərqində deyirlər ki, bu hərəkətlər doğru deyil, adekvat deyil. Onlar sadəcə alqoritmin əsrinə çevriliblər. Amma ən böyük təhlükə bu insanların özləri deyil. Ən böyük təhlükə bu videoların cəmiyyətə, xüsusən də gənc nəslə etdiyi təsirdir. TikTokda bu cür məzmunun kütləvi şəkildə yayılması normallaşma təhlükəsi yaradır. Uşaqlarımız, yeniyetmələrimiz hər gün bu videoları görürlər və düşünürlər ki, bu normaldır. Diqqət çəkmək üçün etikadan kənar hərəkətlər etmək, əxlaqsız danışmaq, öz mənliyini qurban vermək normal bir davranış kimi qəbul edilməyə başlayır. Biz fərqinə varmadan dəyərlərimizi virtual dünyanın alqoritmlərinə uduzuruq. Və burada valideynlər səhnəyə çıxmalıdır. Bu epizodu çəkməkdə ən böyük məqsədim valideynlərin diqqətini bu problemə cəlb etməkdir. Biz övladlarımızı bu virtual dalğadan qorumalıyıq. Amma necə? Birincisi, qadağalar həll yolu deyil. Uşağın telefonunu əlindən almaq, TikToku silmək sadəcə müvəqqəti çarədir. Uşaq başqa yerdə, başqa telefonda, yenə də o məzmuna çatacaq. Biz qadağa yox, ünsiyyət qurmalıyıq. İkincisi, virtual maarifləndirmədir. Uşaqlarımızla dürüst danışmalıyıq. Onlara izah etməliyik ki, TikTokda gördükləri hər şey reallıq deyil. Onlara sosial mediada alqoritmlərin necə işlədiyini, diqqət asıllığının nə olduğunu anlamaqlarına kömək etməliyik. Onlara etik normaları, mənliyi qorumağın vacibliyini aşılamalıyıq. Üçüncüsü, real həyat dəyərləridir. Uşaqlarımızın real həyatını maraqlı, mənalı etməliyik. Onları idmana, incə sənətə, mütaliəyə yönəltməliyik. Onlara real ünsiyyətin, real dostluğun dadını hiss etdirməliyik. Əgər uşaq real həyatda özünü xoşbəxt və təsdiq olunmuş hiss edərsə, virtual dünyadakı saxta bəyənmələrə ehtiyacı duymayacaq. Və ən əsası nümunə olmaqdır. Biz özümüz sosial mediada necə davranırıq? Biz özümüz övladlarımızın yanında telefona necə fokuslanırıq? Unutmayın, uşaqlar bizim dediklərimizi yox, etdiklərimizi təkrar edirlər. Dostlar, bugün biz Azərbaycan TikTokunun aynasına baxdıq. Kədərli, narahat edici, bəzən də utanc verici bir mənzərə gördük. Amma biz bu aynanı sındırmalı deyilik.
Biz bu aynada gördüyümüz problemləri anlamağa, analiz etməyə və ən əsası övladlarımızı qorumağa çalışmalıyıq. Məqsədimiz kimisə mühakimə etmək deyil, təkrar edirəm. Məqsədimiz dəyərlərimizi, mənəviyyətimizi, mədəniyyətimizi və gələcəyimizi virtual dünyanın alqoritmlərinə qurban verməməkdir. Bu, natamam qeydlərin biraz fərqli, biraz daha aktual və həssas solo epizodlarından biri oldu. Əgər bu format xoşunuza gəlirsə, şərhlərdə bildirin. Siz Azərbaycan TikTokundakı vəziyyət barədə nə düşünürsünüz? Valideynlər övladlarını necə qorumalıdır? Şərhlər açıqdır. Müzakirə edək birlikdə. Kanalımıza abunə olmağı və videonu bəyənməyi də unutmayın. Natamam podkastda qalın, amma dəyərlərinizi tamamlamağa çalışın. Sağ olun.